Əhla surəsi Məkkədə nazil bolğan. Cəmi 19 ayət. Nəhayət şəfqətlik və mehriban Allah'ın ismi bilan başlayman. Həmmədən üstün Pərverdigarının namını pak etiqad qılğın. O bütün məxluqatını yaratdı. Ularni bicirim, yani çiraylıq və münasib şəkildə qıldı. Məxluqatqa paydalıq işlarni təqdiri qıldı. Ularga paydalanış yollarını görsətdi. Ot çöplərini östürüb berdi. Andın ularni qaramtul, quruq ot xəski aylandırdı. Ey Muhammed! Sana Kur'an'ı okutumuz. Allah nəsxi qılmaqçı bolğan nərsidən başqını unutmaysan. Allah bəndilərinin aşkara və yuşurun söz hərəkətlərini bilib durdu. Seni biz asan yolğa, yani İslam şəriətiga muvaffaq qılımız. Vəz nəsiyyətinin paydası bulduğan bolsa, kişilərə Kur'an bilən vəz nəsiyyət qılğın. Allah'tan qorqqan adam vəz nəsiyyətini qubul qılıdı. Ən şəqi adam vəz nəsiyyətdən qaçıdı. O katta otqa, yani dozaqqa kirdi. Andın o otda ölməydi və obdan yaşamaydı. Küfrdən və günahdan pak bolğan adam məqsədiga yetdi. O Pərverdigarının namını yad etdi. Andın namaz okudu. Sizlər dünya tirikçiligini artıq görürsülər. Ahiret yaxşıdır və baqidir. Bu, yani bu sürdeki vəzlər şək şübhəsiz burunqi kitaplarda İbrahim və Musalarının kitaplarda bardır.